Məşqdən nə qədər öncə yemək yeməliyəm? Məşqdən dərhal sonra yemək yeməliyəmmi, müəllim? Bu tip sualları çox verirlər izləyicilər. Məşqdən minimum 1 saat yarım öncə yemək lazımdır. Bol karbohidratlı, bol zülallı. Yəni, bol zülallı karbohidratlı nə deməkdir? Yəni, sən ət, yumurta və yaxud da digər belə deyək, zülallı məhsullardan yeyə bilərsən. Yanında da mütləq o zülallı əzələyə daşıyan belə deyək, karbohidratlardan istifadə eləməlisən ki, məşq müddətində yaxşı enerjin olsun, özünü daha gümrah hiss eləyəsən. Sən əgər məşqdən öncə, yəni yarım saat, 20 dəqiqə öncə yemək yeyirsənsə, məsələn 15 dəqiqə əvvəl yemirsən, getmirsən zala. Artıq sənin o yediyin həzm olmur deyə, yəni mədəndə qalır deyə, səndə başlayır narahatçılıq yaratmağa, narahatlıq verməyə sənə ki, yəni yaxşı məşq eləyə bilmirsən. Bəs məşqdən dərhal sonra yemək yeməliyəmmi? Birdən mən məşqdən çıxdım, 1 saatlıq işim var, yemək yeyə bilmirəm, düzdürmü? Həmən müddətdə siz whey proteinindən istifadə edə bilərsiniz məsələn, amma yemək yemək kimi şansınız yoxdursa, imkanınız yoxdursa, belə deyək də, whey alıb içməyə problem yoxdur. Yəni 1 saat yarım sonra yemək yeməklə səndə heç bir əzələ itkisi olmayacaq, heç bir deyəcək, yəni qarnınızı, mədənizi belə deyək, nə ilə gəldi yükləməyin. Ay oradan bir dənə şokolad alım yiyeyim, ay oradan bir dənə bulka alım yiyeyim, olmaz. Yəni sən mütləq şəkildə məşqdən sonra yaxşı qidalanmalısan ki, parçalanmış əzələ hüceyrələrinin bərpası prosesi keyfiyyətli başlasın. Yəni keyfiyyətli əzələ çıxardasan. Yox, sən həddindən artıq arıqsansa, həddindən artıq belə deyək də, bir dəri bir sümüksənsə, belə lor dillə desək, sən əlbəttə ki, zaldan dərhal çıxan kimi 1 saat az qalmağının bir mənası yoxdur. Mən məsləhət görürəm, şəxsən mən məsləhət görürəm ki, sən pizza da yeyə bilərsən, bulku da yeyə bilərsən, üstündən şirin soklar da içə bilərsən, təbii şirələr də içə bilərsən, heç bir problem yoxdur. Buna mən icazə verirəm. Təbii şəkər xəstəliyiniz problemi və digər sağlamlığınızda, səhətinizdə problem yoxdursa. Sizi maraqlandıran bəzi nüanslardan biri də. Məsələn, 4 saat ərzində sən heç nə yeməmişsən, qidalanmamısan və dərhal zala girmirsən. Sən dərhal zala girdiyin halda, sən nəysə yiyib, özünü yükləyib zalda məşqə başlama. Sən neynə? Bir dənə qarşına acı kofe qoyursan və yanında 75%, 80% qara şokoladdan 4-5 diş qoyursan, onu yiyirsən, içirsən və məşq prosesini inandırıram səni. Yediyindən daha keyfiyyətli, daha yaxşı olacaq və daha ideal pamp olacaqsan. Məşq müddətində də suyu mütləq şəkildə için, qəbul edin, yaddan çıxartmayın. Minimum 2 litr, maksimum 4-6 litr su içə bilərsiniz. Çünki tərləyirsiniz və əzələlərin də bilirsiniz ki, 60-70% sudan ibarətdir. Əzələ suyu sevir. Su içinkən metabolizminiz sürətlənsin, həm də məşq prosesiniz daha pamplı, daha yaxşı olsun. Maçı.